Dostlar, bir daha var olun, hər birinizin gələn ayaqlar var olsun. Bu arada istəyirəm eləməndə Xəyal xanımın ən sevdiyim şeiri, ilk olaraq səsləndirdiyim belə bu şeir olur Xəyal xanımın. Xəbərin olsun adlı şeirini sizlərə təqdim edirəm. Biraz Xəyal xanım yazır ki, yaman o deylədi qürurum mənim, səni yad eylədi qürurum mənim. Ay mənim ömürlük niskelim, qəmim, mən yaxşı deyiləm, xəbərin olsun. Məndən uzaq düşdüm, səndən qaçandan, çatlaqlar vermişəm, bilməm haçandan. Xəbər tut buradakı bu öz parçandan, mən yaxşı deyiləm, xəbərin olsun. Bu qədər dolmaykən bir yad olanım, qanad olmaqdansa inad olanım, egoist xəyalda fəryad olanım, mən yaxşı deyiləm, xəbərin olsun. Hər zaman hardasa yenə də vardır, biz bir-birimizdən təsəlli aldıq, mənsiz də dünyanı qəbul et artıq, mən yaxşı deyiləm, xəbərin olsun. Mənsiz bir dünyanı qəbul et artıq, mən yaxşı deyiləm, xəbərin olsun. Xəbərin olsun. Ürəyinə sağlıq Xəyal xanım, həqiqətən ən sevdiyim şeirlərimizdən biridir. Qələmimiz daim yazar olsun. Və mən indi bura bizim iki dəyərli qiraətçimiz, şəhərimiz buradadır. Milan Nəzər və Rəşad buradadır, noyabr adamı. Buyurun. Hoş geldiniz hər ikiniz. Hər ikiniz üçün dəyərlisiniz. Buyurun. Salamlayıram herkese. Xəyal xanım, gözünüz aydın olsun. İnşallah uğurlarınız bol olsun. Allah size can sağlığı versin ve etrafınızda olan bu dostlarınızı her zaman hoş günlerimizde birlikte arasınız inşallah. Təbrik edirəm bir daha ve dostlarınıza salamlayıram. Ben Xəyal xanıma belə deyək də kısa bir müddətə tanımışam. Yani yaxşı ki tanımışam sizi həqiqətən də. Allah size ailəsini, təşkilisini gerək. Eşyat üçün burada kimlə əməyi zəhməti keçirsə, Allah sana razı olsun. Təşəkkür edirəm sizə dəvətinizə görə. İstərdim sizdən gözəl şeylərinizdən birini səsləndirim. Mən hər zaman demişəm, ümumiyyətlə şeir var ki, qəlb üçündür. Şeir var, qulaq üçündür. Şeir də var, ruh üçündür. Bizim bütün yazarlarımız, şairlərimiz var bugün burada. Hamısına salamlayıram, gözəl qiraətçilərimizə, qardaşlarımız, yoldaşlarımı salamlayıram. Həqiqətən də mən burada demək olar ki, çoxsunu tanıyıram. Hər kəsin gözəl şeyləri var. Lakin elə şeylər var ki, həqiqətən mən yemək edirəm, qurur ucuyla. Həqiqətən çox sağ olun. İstərdim onlardan birini səsləndirəm. Xəyal xanım yazır ki, kömür çaldı, tar istədi ürəyim, qış qutardı, qar istədi ürəyim, ilk baharda nar istədi, nə istədi, verənlərdi, çox şükür. Yenə bahar gəldi, yerlər oyandı, hər bir insan yeryüzündə ayandı. Şair gördüm, saf sevgiyle dayandı. Ne istedi? Veren verdi, çok şükür. Bilirəm çok sen heyran gözüme. Ben gülə, gülmüşəm, gülmə üzümə. Mənim gibdən özgəyə yox, sizə. Ne istedi? Veren verdi, çok şükür. Ne istedi? Veren verdi, çok şükür. Allah'tan arzu ederim ki, Allah'tan ne isterse size versin. Her şeyin güzelliğine, həqiqətən də. Ben sizi qəbi tanısam da,
Bu günlərin sizi artıq tanımışam. Çox sağ olun, təşəkkür edirəm hər birinizə və bir də qonaqlarınızı, Kəramanovanızı xoş gəlmisiniz deyirəm. Allah hər birinizdən razı olsun. Yenə də sözə verirəm Rəşad Noyabr adına bir daha təbii ki. Buyurun. Çox sağ olun qardaş, ürəyinizə sağlıq hər birinizin. Salamlayıram mən də ilk öncə analarımızı, bacılarımızı, qardaşlarımızı, hər kəsin şeir gecəsi xeyir olsun inşallah. Xeyir xanımı da təbrik edirəm. Neçə gözəl şeirlər yazırsınız. Uğurlarınız bol olsun. Mən çox danışmağa xoşlanıram. Qəlbinizdən arzu var, Allah bilir, Allah yerinə getirsin inşallah. Gözlərin önündə qocalsam da səni, gözlərin önündə qocalsam da sən, fikrimdə ən gözəl gəlinsən ana. El-oba içində ucalsam da mən, sənin əməyinlə bilinsin ana. Gözümdə ən gözəl gəlinsən ana. Mənim ilk beşiyim ay şirin laylam, canına yol edən qadan anam. Kaş ki son anadək sənin olam. Mənalı ömrümsən, günümsən ana. Gözümdə ən gözəl gəlinsən ana. Atamın sevimli xoş yadigarı, bir olduq taliyin qışı baharı. Mənə dözü verir saçılan qarı. Qibləmsən, imamım, dinimsən ana. Mənim üçün ən gözəl gəlinsən ana. Ürəyinizə sağlıq, xeyir xanım. Təşəkkür edirəm hər birinizə. Bütün anın adına layiq olan hər kəsin qarşısında baş verirəm. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Rəşad, var olasan, səsinə sağlıq. Və burada şeir demək, söz demək istəyən çox dostlarımız var. Tələsənləri də nəzərə alaq və mən Gülya xanımı bura dəvət eləmək istəyirəm və Günel Əhməd qızını dəvət edirəm. Gülər xanım, siz də buyurun. Buyurun. Gülya xanım, Gülər xanım, Günel xanım, buyurun. Hoş geldiniz bir daha. Sağ olun Mələk xanım. Bugün tədbirə gələn qonaqları salamlayıram. Xoş gəlmişsiniz hər biriniz. Mən bugün Xəyal xanımı təbrik edirəm. Neçə belə şad günlərinə, xoş günlərinə yığışaq Xəyal xanımın. Axırıncı olmasın, axırıncı olsun və neçə belə bir gözəl, yaxşı kitablar çıxarsın biz də onun təqdimatına gələk. Və bir daha uğurlu olsun. Təbrik edirəm sizi Xəyal xanım. Allah sizi var eləsin. Öpürəm sizə əzizim. Çox sağ olun Gülelim, var olun. Və Gülya xanım. Gülya xanımın gözəl bir hədiyəsi də var. Xəyal xanıma nə gözəl. Buyurun. Aşağı seyir olsun hər birinizin. Hoş gördük. Mən Xəyal xanımı ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Uğurları bol olsun. Necə deyərlər, hər birimiz bura xoş niyyətlə yəqin hamı gəlibdir. Xoş niyyətlər olmalıdır ki, başqasının şad gününə sevinən insan öz evinə də həmin şad günlərdən aparar. Xəyal xanım, ürəkləriniz geniş, gözəl xanım, var olasınız. Sizi ürəkdən təbrik edirəm. Sizə bol-bol uğurlar, şanslar arzu edirəm. Sağ olun, bu qədər. Çox sağ olun Gülya xanım, təşəkkür edirik. Gələn ayaqlarımız var olsun. Raul Savalanlı buradadır, bizim dəyərli şair qiraətçimiz Raul bəy, buyurun. Xoş gəlmişsiniz, dəyərli dostumuz, əzizimiz, buyurun. Hər kəs salamlayıram. İlk öncə şairlərdən, qiraətçilərdən istəyirəm. Məni şair kimi, qiraətçi kimi təqdim edəcək, amma mən şair, qiraətçi deyiləm. Təşəkkür edirəm. Xəyal xanımı təbrik edirəm. Uğurlarınızı öz uğurum qədər sevirəm, sevinirəm. Həmişə dediyim kimi, bunu söz olaraq deyirəm, həqiqətən Xəyal xanım. Sizi çox istəyirəm, hər kəsi çox istəyirəm. Var olun. Xoş oldu, Xəyal xanımla istifadə edib, hər kəslə burada tanış oldu. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Raul bəy. Siz də yaxşı ki gəldiniz. Biz də sizi doğrudan da həyatda da gördük. Həqiqətən gözəl insansınız. Və bizim
İki değerli şairimiz, bəy qiraətimiz, Üzeyir bəy buradadır, Cəmilə xanım buradadır. Buyurun, sizi dinləyək. Üzeyir bəy, Cəmilə xanım, buyurun. Mən dostlara iki söz verməkdə məqsədim odur, yəni ki, adım çoxdur, hər birinizi istəyirik ki, burada dinləyək, vaxtımız da daralır. Xoş gəlmişsiniz, hər biriniz əzizlər, buyurun. Axşamınız xeyir olsun. İlk öncə Mələk xanım sizə söz verdiyiniz üçün təşəkkür edirəm. Əziz həmkarlar, əziz qonaqlar, hər birinizi bu gözəl gecədə xoş gördük. Nə xoş oldu ki, həmkarları daha yaxından görüb tanımaq. Xəyal xanımı da təbrik edirəm. Daha böyük uğurlar, daha böyük nailiyyətlər arzulayıram. Və istərdim bu Xəyal xanımın şeirlərindən bir dənəsini qısa bir səsləndirmə eləyim. Ömür yol kimidir, keçilməz sənsiz. Su da boğar ilə içilməz sənsiz. Dünyanın dərdləri çəkilməz sənsiz. Əlini əlimdən ayırma gülüm. Ötəri bir həvəs olma, amandır. Həyat verdiyini zaten alandır. Doğmalar da yada dönən zamandır. Əlini əlimdən ayırma gülüm. Uzaqdan gəlməsin sorağın günün. Əzaba dönməsin hər gələn günün. Axı mən demişdim, sevgidir dinim. Əlini əlimdən ayırma gülüm. Əlini əlimdən ayırma gülüm. Təşəkkür edirəm. Buyurun cəmaatım. Mən də öz növbəmdə salamlayıram hər kəsi. Xəyal xanımı təbrik edirəm. Uğurlar davamlı olsun. Mən də bir şeirin səsləndirmək istəyirəm. Uca yaradandan neyindir? Çox gözəl dözürəm sən adlı dərdə. Məncə sənsizliyin söhbəti yoxdur. Mən yaşayan yerdə, mən olan yerdə. Yatıram başımı qoyduğum yastıq. Dururam gördüyüm daş, divar sənsən. Biraz sən olmuşam, biraz mən artıq. Ömrün yaşadığı sonbahar sənsən. Heç nə sənin qədər gözəl olmadı. Mənim təkliyimin təklə səbəbi. Geçsən də ürəyim heç boş qalmadı. Ey şair, qəlbimin yeganə təbi. Uca yaradandan niyə inciyim? Çox gözəl dözürəm sən adlı dərdə. Məncə sənsizliyin söhbəti yoxdur. Mən yaşayan yerdə, mən olan yerdə. Təşəkkür. Teşekkür ederim Cəmilə Üzeyir bəy, var olun. Gələn ayaqlarınız var olsun. Səsiniz, qəlbiniz var olsun. Mən daha bir şairimizi bura dəvət eləmək istəyirəm. Vaqif Yolçiyev. Bildiyim qədərilə o da Xəyal xanım üçün bir şeir əsr eləyib. Buyurun. Şeiri siz deyəcəksiniz. Başqasını. Günay. Sen attığım şehri diyebilirsin bana. Şehri diyecek. Diyebilirsiniz. Vaqif bəyin gözəl bir hədiyəsi də var. Xəyal xanıma şeir həsr edilib. Bütün bəndlərin baş hərfləri Xəyal xanımın adıdır. Ürəyinizə sağlıq, şair, əllərinizə sağlıq. Teşekkürümü bildireyim. Vaqif bəyə, bizim gənc istedadlı şairimiz Vaqif Yolçiyevə bu gözəl hədiyədən ötürü minnətdaram. İstəyirəm huzurlarınızda onun şeirini səsləndirim. Bütün bəndlərinin baş hərfi xəyal yazır. Bu xüsusi bir bacarıq tələb edən bir şiirdir.
Xələl heç gəlməsin təmiz adına, əriməsin şam tək həsrət oduna. Yetişsin həyatda öz muradına, Allahım, olmasın ömrü qəm, kədər, Laçın vaxtlarını verməsin hədər. Xəyalın dolansın eşqin bağını, əylənib xoş sürsün gənclik çağını. Yaşayıb çəkməsin hicran dağını, Allah, əziyyəti tez versin bəhər. Lid edik yaraşır bir ömür qədər. Xalqına bağlıdır, cəsarətlidir. Əngin arzusu xoş, niyyətlidir. Yetim haqqı yeməz, ədalətlidir. Ah çəkəsi olsa o insan əgər, ləzzəyə gətirməz dağdaşı məyər. Xainlik qəlbində inan ki yoxdur, əqrabaya ya da köməyi çoxdur. Yalancı kəslərə düz sözü oxdur. Atsalar da onun bil üstünə şər, loxmasını bölərək acılara verər. Xoş günlə bəxtinin olsun təması, əynindən heç çıxmaz qismət libası. Yendirməz qürurun sözün əsası, aslandır o xanım mən verib xəbər. Leysan göz yaşına boğmasın qəhər. Xətrinə deyərək incitmək günah, ətirli gül kimi incədir valla. Yalvarıb bu vaqif sənə, ey Allah, atsın xoş sabahlar o nazlı gövhər. Lütf elə, həyatı olmasın zəhər. Təşəkkür edirəm, əziz dostum, Vaqif Yolçuya gözəl şeylər, gözəl hədiyyəyə görə minnətdaram. Əhsən, doğrudan da çox gözəl vurğulamışsınız, Xəyal xanımı gözəl təsvir etmişsiniz, Allah sizi var eləsin. Buyurun sizin də ürək sözlərinizi alaq. Əvvəla Allahın salamı ilə başlamaq istəyirəm, belə bir kiçik müqəddimə eləmək istəyirəm. Salam kəlməsi ilə başlayım sözə. Bu xoş məclisimiz gəlməsin gözə. Yanıb ürəyimiz gözəl bir gözə, dönər bir gözə. Vaqif bu hala çətin ki dözə. Hər birinizi salamlayıram, xoş gəlmişsiniz. Özümlə başda olmaqla, xanımla başda olmaqla hər birinizi salamlayıram. Və qədəmləriniz mübarək olsun ki, belə bir məsciddə təşrif buyurub gəlmişsiniz. Və mən bir məsələni qeyd eləmək istəyirəm. Fransız yazısı var, Balzac deyir ki, bir ordunun güllələrlə aldığı bir məmləkəti mən bir qələmimlə alaram. Yəni, mən əsərlər yazaram və o əsərlər o ölkələrə yayılar və mən ora girəndə məni güllələrlə deyil, güllərlə qarşılayarlar. Yəni, Məhəmməd Araz da deyir ki, bir zərrənin işığına yığışmış zərrəsə, bir işığın zərrəsinə yığışmış zərrəs. Və belə bir qeyd edeyim ki, Teodor Drazer'də Keribacı əsərində deyir ki, ey insanın qəlblərinin arzuları, biz də bura arzularla gəlmişik və mənim də arzum budur ki, Xəyal xanıma hər zaman qələmi yazar olsun, qələmi iti olsun, təbir rəvan olsun və biz də baxaq sevinək. Amma yazıb ərsiyə gətirsin, biz də onun şeirlərindən bir şair olaraq bizə də lazımdır, bəhrələnək. Çox sağ olun, var olun, uğurunuz bol olsun və həmişə belə gözəl təbirlərdə iştirak edək. Mən burada Nəzirə xanım ilkini görürəm, salamlayıram onu. Bəli, Gülər xanımı görürəm. İllər əvvəl o insandan çalışmışıq. Sağ olsun qəzetində, ilk şeirlərim o insanın qəzetində çıxıb, mən bunu xüsusi olaraq vurğulanmalıyam. Bu mənim mənə bu borcumdur və ona da təşəkkür edirəm ki, o hər zaman gənclərə dəstək durur və bugünkü gündə də dəstək edir. Sağ olun, təşəkkür edirəm.